Allah insana qız övladı verməkdənsə heç verməsə yaxşıdır. Mən qız uşağını övlad saymıram. Mənim keçənki videoma xanımın biri yazıb bunu. Səbəbini soruşanda isə deyir ki, qız uşağı elə birdir, yəni varlıqdır ki, onun gərək hər zaman arxası ilə gedəsən və heç vaxt onun dərdi bitmirmiş güya. Bu çox mənə absurd gəldi, çünki övlad övladdır. Yəni oğlan uşağı, qız uşağı heç bir fərqi yoxdur. Hətta qızlar ən çox valideynlərinə ürək yandırır, can yandırır. Yəni mənim yoldaşım deyir, 5 qardaş, bir bacıdılar, amma bir bacı öz anası üçün bəlkə də oğlanlardan daha çox şey eləyir, daha çox can yandırır. Əslində elə dövrdür ki, qızları da sevirlər, qızlara da dəyər verirlər. Nə bilim, ataların qızları ilə olan münasibətləri çox gözəlləşib. Elə məsələn özümdən götürürəm ki, yoldaşım qızı ilə necə gözəl vaxt keçirir, necə oynayır, onu necə sevir. Amma belə insanlardakı təəssüf ki var. Mən o insanlara qıt beyinli deyirəm. Bəs siz övlad ayrımı eləyirsiniz? Fikirlərinizi qeyd eləyərsiniz. Hələlik.